alınan məsəl. Nəticədə xalis gəlir, qoyduğumuz bərpayla çıxanda haradasa 1 milyard dollar edir. İndi 30 sentner alınır da, indi uşaqlar taxmuladan alınır 45 yarı sentner. Biz orta hesablamalarla götürdük. Deməli, biz nə aşağı, nə yuxarı orta hesablamaları götürdük ki, başa düşək də. İndi aşağı da ola bilər, yuxarı da ola bilər. O indi dünya standartında birjalarda baxır, malın çoxluğuna, azlığına. Bütün investisiya cəmi təqribən 7 ay ərzində özünü doğurdu. Bu Azərbaycan iqtisadi üçün nə deməkdir? Məhsuldarlığın artması, bərpa olunan sahələri ildə əlavə 5 milyon 700 min ton taxıl verəcək. Bu FAO Gives məlumata əsasən 2024-2025 mövzusunda 1 milyon 200 min tonluq ithal tələbinin tam ödənməklə yanaşı 4 milyon yarım tonluq ixrac potensialını da yaradır. Yeni iş yerləri yaradılması, 1 milyon 900 min hektar ərazinin meliorativ agrotexnik üçün 25 min mütəxəssis lazımdır, tələb olunur. Halbuki ənənəvi metodlarda bu rəqəm yalnız 8 min nəfərdir. İdxalın asılılığı azaldılması, xarici bazardan taxıl və yem idxalını ehtiyac tam aradan qalxılır. Yeni ixrac axınları formalaşır. Ərzaq təhlükəsini möhkəmləşdirilir. İnvestisiyanın bir il tamam olmamış geri qaytarır. Agrar sektoru və qeyri-neft ixracının dayanıqlı inkişafı üçün strateji əsas yaradır. Çağrı ildə başladığımız yeni eksperimentlər barədə. Sizə bu il başladığımız və degradasiya uğramış torpaqları alternativ agrotexnologiyaların bərpası layihəsi çərçivəsində həyata keçirilməsi eksperimenti haqqında məlumat vermək istəyirəm. Eksperiment bizdə 2 dənə olur. Biri Əkinçilik İnstitutundan birlikdədir, Fahim müəllimlə. Biri də Mahir müəllim İnstitutu heyvandarlıqda sizin müəllimlərin iştirakı ilə orada eksperiment keçirmək istəyirik. Nazirlikdən davonu almışaq. Mən xahiş eləmişdim nazirlikdən. Davonu veriblər. Orada da keçirməliyik eksperimenti 3 hektar, 3 hektar. 3 hektar buranın Mahir müəllimliyin torpağında zəif su tutmayan ərazilərdə olacaq. Fahim müəllimliyin institutunla birlikdə proyektimiz hazırdır. Daqavolumuz onlar atmalıdır bizə. 3 tərəfli daqavol olmalıdır. Fermer biz, bir də Fahim müəllimliyin institutu. Olacaq harada Salyansa Pravasonda. Yüngül şorallaşmış torpaqda. Orada da yenə də müəllimlər çıxış edəcək, iştirak edir bizim komandadasın, müəllimlər olmaq. Yəni 2 dənə böyük 3 proyektimiz var. Orada nəzərə. 3 hektar məhsuldarlığı son dərəcədə aşağı olan torpaq sahəsini icarə götürülür. Layihə başladığında torpağın vəziyyəti tamamilə tükənmiş, bitki örtüyü minimum səviyyədə. Əsas məqsəd gigant sortunu, amarantın və aktivləşmiş şungit torpağın strukturu və məhsuldarlığın bərpasının təsirini öyrənmək. Eləcə də bu onların sonraki dəhlin bitkilərin məhsuldarlığı təsirini qiymətləndirmək. Əkin sxemin və tərtibatı. 1 hektarda biz amarantı əkirik, heç nə istifadə olunmadan, nə kübrə, heç bir şey istifadə eləmirik. 2-ci hektarda əkirik, bioşungitdən, elədiyimiz baxın, bioşungitdən toxumu, eyni toxumdur və o da gigantlı buluyor.